Gecə saat 1 radələrində xəstəxanamıza yad cisim udma şikayəti ilə bir xəstə, bir vətəndaş gətiriblər. Bu xəstə bir neçə mərkəzə müraciət etmiş, amma xəstədə xəstəxanalar götürməmişdi və bizim Bakı Sağlamlıq Mərkəzinə gətirildi. Xəstə 9 ədəd qaşıq dəsti udduğunu qeyd edir. Xəstəyə biz rekinoskopiya müayinəsi olundu və mədədə yad cisim aşkarlandı, metallı yad cisim aşkarlandı. Biz xəstəyə saat 1 radələrində endoskopik prosedura başladıq. Saat 5-6 arası müayinəmiz sonlandı. 9 ədəd yad cisim qaşıq dəsti xaric edildi. Xəstəmiz cərrahi əməliyyata getmədi, endoskopik üsulla yad cisimlər xaric edildi. Xəstəmiz hal-hazırda müşahidədədir. Gecə saatları olmasına baxmayaraq, Bakı Sağlamlıq Mərkəzi həm endoskopiya, həm də cərrahi xəstəyə yardım edəcək mərkəzdir, böyük mərkəzdir və xəstəmiz şükür hal-hazırda nəzarətimizdədir. Xəstəmiz cərrahi əməliyyatdan xilas oldu.